Что, Отец наш Небесный, Господь, Səmavi atamız, Rəbbimiz, спасибо Тебе за воскресение Сына Твоего, за победу Сына Твоего, Господи. minnətdarıq sənə oğlunun ölülərdən dirilməsinə görə, onun zəfərinə görə. И мы ищем лица Его, Господи. Biz onun simasını axtarırıq. Мы ищем Его силы. Biz İsa'nın qüdrətini axtarırıq. Да, Господь, ищем жизни в Нем. Biz İsa'da həyatı axtarırıq. Открывай нам Сына Твоего, Господи. Lütfən öz oğlunu bizə aç С ya. разных сторон показывай нам, какой славный Твой Сын. Fərqli bucaqlardan bizə öz oğlunun ehtişamını göstər. Да, Господь. Когда нам страшно, Господь, мы хотим прятаться в Сыне Твоем. Qorxulu vəziyyətlərdə olanda biz sənin oğlunda gizlənmək istəyirik. Когда нам прискорбно, Господь, мы хотим находить утешение в Сыне Твоем. Qəmli, qüssəli vaxtlarımızda biz sənin oğlunda təsəlli tapmaq istəyirik. А когда мы, Господь, слишком, излишне возгордились и думаем о себе слишком высоко, мы хотим найти степенность и смирение в Сыне Твоем. Və olduqca qürurlu məqamlarımızda öz başımızı öz gücümüzə qaldırmaq hallarında biz istəyirik fağırlığı və təmkinliyi sənin oğlunda Мы tapaq. хотим, Господь, прожить эту жизнь в Иисусе Христе. Bu həyatımızı sənin oğlun İsa Məsihdə yaşamaq istəyirik. Благослови сейчас наше время, Господь. Xahiş Время edirik. проповеди, время размышления над Словом. Bizim bu vaxtımıza sənin sözün üzərində düşüncəmizə vəzə xeyir dua ver. Во имя Иисуса Христа. İsa Məsihin adı ilə dua edirik. Аминь. Amin. Аминь. Я помню, я говорил вам, что мы будем вместе с вами читать Евангелие от Марка. Yadımdadır, demişdim ki, sizinlə birlikdə biz Markın müjdəsini oxuyacağıq, araşdıracağıq. Но сегодня, значит, у нас будет несколько отрывков из других мест Писания. Amma bu gün biz müqəddəs yazının digər parçalarına da diqqət yetirəcəyik. И начнем мы с Евангелия от Матфея 11 главы. Və bunun üçün Mattanın müjdəsi 11-ci fəsildən başlayacağıq. 28 стих. 28-ci bənd. «Придите ко мне, — говорит Иисус, — все труждающиеся и обремененные, и я успокою вас». İsa Məsih burada deyir: "Ey bütün yorğunlar və yükləri ağır olanlar, mənim yanıma gəlin, mən sizə rahatlıq verərəm." Дней 5 я был в Гянже вот на этой неделе. Bu həftə ərzində 5 gün mən Gəncədə oldum Я бы хотел поделиться несколькими свидетельствами с этой поездки. və bu səfərdən bir neçə şəhadətlə sizinlə bölüşmək istəyərdim. Поездка началась очень интересно. Səfər çox maraqlı başladı. Я поехал туда на автобусе, Avtobusda Gəncəyə getdim и рядом со mной ехал один мужчина. və yanımda bir kişi səfər edirdi. Очень шутливый, Çox belə zarafatkeş, очень веселый, да, çox такой. belə şən bir adam idi. И затем, после того, как мы разговорились с ним, Və söhbət açılandan sonra oynan, знаете, он не заплакал, но глаза были прям вот, ну, что-то останавливало, знаете, что-то останавливало, чтобы он не заплакал. Ağlamasa da gözləri yaşarırdı və nəsə onu ağlamaqdan dayandırırdı. И этот мужчина, он нес в себе очень много боли. Və bu adam öz daxilində çoxlu ağrılar И он daşıyırdı очень сильно осуждал себя. və çox güclü şəkildə И özünü он mühakimə очень edirdi. сильно устал от себя, от того, какой он. Özündən necə olduğundan çox yorulmuşdu И bu он говорит, у adam. меня серьезные проблемы с алкоголем. Və deyir, içki düşkünlüyü ilə böyük problemlərim var. И мы с ним долго общались. Və uzun söhbətimiz oldu. Это очень интересно, как это идет вместе. Və çox maraqlıdır necə bunlar bir yan-yana gedirlər. Внешне такой веселый, такой позитивный, шутливый. Yəni bir tərəfdən çox belə şən, məzəli, sərbəst bir Я insandır. вам скажу, даже где-то успешный человек. Hardasa deyərdim ki, hətta Внешне. uğurlu görünən bir Касательно adam. финансов все нормально. Maliyyə baxımından hər şey öz yerində idi həyatında. Но столько боли. Amma çoxlu ağrısı var idi. И он говорит, я не могу это бросить. Və deyir, bunu buraxa bilmirəm, ata Что bilmirəm. я только не делал, я не могу это бросить. Əlimdən gələni etdim, И amma это tərk edə проклятие, и это bilmirəm. проклятие для моей жизни. Həyatım üçün bir lənətdir bu. И затем
Я рассказал ему Евангелие. Sonra ona müjdəni danışdım. Да, сначала он предложил мне выпить. O əvvəl mənə Вот как все içməyi началось. təklif Он elədi. предложил мне выпить. Mənə dedi, gəl, qonaq ol. И я сказал, не, я не пью. Mən dedim, yox, mən içmirəm. И он сказал, ты что, ты намаз O совершаешь? Да? dedi, xeyr ola, namaz qılırsan? Я говорю, нет, я христианин. Dedim, yox, mən xristianam. Да? Ha, А, xristian? И затем он спросил меня все. Bəs sonra soruşdu məndən. А что там, во что вы verите? Yaxı, nədir axı o inandığınız? Nəyə inanırsınız orada? Я рассказал ему. Ona danışdım. Он говорит, слушай, как все удивительно там, как вы верите, O da deyir, işə bax, gör necə də maraqlıdır, necə inanırsınız siz. как все logично идет, Çox məntiqli hər şey gedir. как все на самом деле звучит Və освобождающе. hər şey belə çox azad edici səslənir danışığında. Я говорю, да. Mən deyirəm, elədir. Ты хочешь еще больше услышать? Daha çox eşitmək istəyirsən? Да, я хочу. Deyir, hə, Я istəyirəm. хочу познакомить тебя еще с одним человеком. Dedim, daha bir adamla səni tanış Я etmək говорю, istəyərdim. здорово. И на протяжении всего пути Və bütün yolumuz boyu этот человек, он восторгался Евангелием. bu adam müjdə sözündən heyrətə gəlirdi. Выпивший человек, Və içkili idi. но человек, который делает то, что он ненавидит, но он продолжает это делать. Nifrət etdiyi şeyi edirdi və bunu etməkdə davam edirdi. И это приносило ему боль. Və bu ona ağrı И gətirirdi. он не мог выйти оттуда. Və oradan o tələdən çıxa bilmirdi. Но он слышит Евангелие, Amma müjdəni eşidir и он чувствует что-то. və nəyisə hiss edir. Мы договорились с ним, что будем на связи. Он сам дал мне свой номер. Biz razılaşdıq ki, əlaqədə olacağıq, özü öz nömrəsini mənə Я verdi. сказал, свяжись со мной, пожалуйста. Dedim, lütfən mənimlə əlaqə saxla. Да. Затем у меня была еще одна встреча. Sonra daha bir görüşüm oldu. Я увидел человека, молодого человека, Bir cavan adamı gördüm. который сидел на скамейке. O skamyada oturmuşdu И он уже не скрывал слез. və bu adam isə göz yaşlarını gizlətmirdi. И он просто сидел там, он просто плакал. Sadəcə orada oturub ağlayırdı. Просто сидел на скамейке, совсем один, Tək başına skamyada oturub и он плакал. və ağlayır. И знаете, я думал Və о bilirsiniz, том, fikirləşirdim насколько они одиноки в своей боли, ki, nə qədər insanlar öz ağrıları ilə tək başına qalıblar, насколько они устали. nə qədər yorulublar, Устали от себя, устали от греха, устали от жизни. özlərindən, günahlarından, həyatlarından təngə gəliblər И нет утешения. və təsəlli də yoxdur. Нет того, кто бы утешил. Kimsə gəlib onlara təsəlli verəcək adam yoxdur. Нет того, кто бы на самом деле понял их боль. Onların ağrısını başa düşə biləcək birisi yoxdur. Насколько это важно. Nə qədər bu vacibdir. И затем я думал об этих словах Христа. Sonra Məsihin bu sözləri haqqında düşünürdüm. «Придите ко мне, все труждающиеся и обремененные, Ki, bütün yorğunlar və yükləri ağır olanlar gəlin yanıma. и я успокою вас». Mən sizə rahatlıq Я verərəm. думал о Христе. Məsihi düşünürdüm. Я думал о том, насколько Иисус понимает боль. Düşünürdüm, görəsən nə dərəcədə İsa ağrını başa düşür. Потому что Он ведь святой, правда? Çünki o müqəddəsdir, düzdür? Как Иисусу понять боль от самоосуждения? Necə İsa başa düşə bilsin, hiss edə bilsin özünü mühakimədən gələn ağrının nə Как olduğunu Иисусу понять боль от алкоголизма, və alkoqol içki düşkünlüyündən gələn ağrını İsa necə başa düşsün? от пристрастия, Və hansısa bir şəhvətdən, etirazdan от зависимости к yaranan ağrı, порнографии? pornoqrafiyaya aludəlikdən yaranan ağrını Как necə ему başa понять düşsün? эту боль? Bu ağrıları o necə başa düşsün? Он ведь святой. O axı müqəddəsdir, bu işləri görməyib. Книга пророка Исаии, Yaşaya peyğəmbərin kitabı 53 глава, 53-cü fəsil, 3 стих. 3-cü bənd. Здесь написано: «Он был презрен и умолен пред людьми, муж скорбей и изведавший болезни». Burada deyilir ki, adamlar ona həqarətlə baxıb rədd etdi. O dərdli, xəstəlikləri görən insan idi. Здесь есть слово, которое мы часто используем на оригинале. Мы часто в последнее время используем это слово. Это слово «яда». Və çox vaxt, son vaxtlar biz bu İbran dilindəki sözü yada sözünü istifadə edirik. Изведавший, яда. Ki, o görüb,
И yaşayıb. другое слово, которое может переводиться как здесь, как слово болезнь или как боль. Və digər söz də burada xəstəliklər kimi tərcümə olunmuş, amma ağrı mənasını verən başqa söz. Пророк Исаия говорит, Иисус знал, что такое боль. Yeşaya peyğəmbər deyir ki, İsa ağrının nə olduğunu bilirdi. Он знал, что такое боль. O bilirdi ağrı nədir. Я хочу sпросить вас. Sizdən soruşmaq istəyirəm. До креста, Məsihdən qabaq, но во время жизни, yəni Məsihə iman etməmişdən qabaqki həyatınızda. во время, когда Иисус, он до того, как пойти на крест, Yəni çarmıqdan qabaq İsa Məsih yer üzündə yaşayırdı. хорошо, до того, как он предстал перед Пилатом, Pilatın qarşısına dayanmadan qabaq. где Иисус сталкивался с болью? Yəni İsanı düşünün və yadınıza salın ki, harda İsa ağrı ilə üzləşmişdi. Откуда он знал, что такое боль? Hardan İsa С какой ağrının nə болью он был olduğunu знаком? bilirdi. Burada hansı ağrıdan söhbət gedir ki, İsa tanış idi o Давайте ağrıdan. просто пообщаемся 2 минуты, Gəlin хорошо? 2 dəqiqə vaxt И alıb затем я хочу услышать düşünək. от вас Və sonra sizdən eşitmək istəyəcəyəm на протяжении жизни, где Иисус знакомился с болью. ki, İsa'nın yer üzündəki həyatı boyunca o Пообщайтесь, harada пожалуйста. ağrı ilə üzləşmişdi, tanış olmuşdu. Lütfən danışın bu barədə bir-birinizlə. Да, давайте услышим Gəlin eşidək. несколько ответов. Bir neçə cavab sizdən gəlsin. Хорошо, можете поднять руку, Əlinizi qaldıra у кого есть bilərsiniz. ответ. Əgər cavablandırmaq istəyirsinizsə bu sualı. Да, скажите. Да. Buyurun Qənirə xanım. Неприятие со стороны своих родных и родственников. Yəni öz yaxınları və qohumları tərəfindən rədd edilmə. Ага. Dostu Lazar vəfat edəndə Когда его друг Лазарь yaşadığı ağrı. умер. Да. Спасибо большое. Çox sağ olun. Да, пожалуйста. Buyurun. Здесь. Buyurun İrad. Mənəvi, ага. Я думаю, что боль это не только физическая, которую он переживал, но также и моральную боль. Также его не принимали, притесняли, гнали. Это с одной стороны переживания боли. Также, когда приводили к нему больных, он мог сопереживать и как бы воспринимать их боль, в которой они находились. Да, и те страдания или боль, которые были на пиковом уровне, когда он был в Гефсиманском саду, что даже пот его был как кровь. То есть он уже предчувствовал ту боль, которую он должен был пережить на кресте. Вот мои размышления. Спасибо. Еще есть ли еще Başqa мысли? kiminsə fikirləri? Ага, да. Bəli, çarmıqdan Предательство Петра. Petrin
inkar etməsi. Onu söylədilər, şeytan adlandırdılar onu, maskaraya qoyurdular. Есть еще мысли? Başqa fikirləriniz? Ага, когда он держал пост в пустыне? Oruç tutanda, səhrada. Может быть, он не рассматривал это как боль, для него это было, возможно, нормально, но мы, смотря со своей перспективы на то, через что он проходил, воспринимаем это как он переживал боль. Yerusəlimə daxil olarkən. Когда он смотрел, да, на Иерусалим издалека. Yerusəlimə baxanda ki, yaşadığı ağrı. Çarmıx hadisəsində bütün yaşana biləcək ağrıları o orada yaşadı. Həm mıxlar, həm qamçıla döyülməsi, həm üzünə tüpürülməsi, maskaraya qoyulması, döyülməsi. Bunlar hamısını orada ağrı şəklində yaşadı. Bəlkə elə doğulduğu andan bəri onun təqib olması, qovulması, ata-anası ilə birlikdə qaçması hadisələri yaşadığı ağrı ilə bunu düşünə bilərik. Да, когда мы думаем о Христе, это очень важно, чтобы мы знали о нем это, то, что он muş izvedavşий болезни. Bəli, Məsih haqqında düşünərkən bizim üçün olduqca vacibdir ki, biz bilək ki, o bu dərdləri və ağrıları görən insan olub. Очень важно, чтобы мы знали, что Иисус знает, что такое боль. Çox vacibdir bizim üçün bilmək ki, İsa ağrıların nə olduğunu bilirdi. Когда он говорит: "Придите ко мне, все труждающиеся, обремененные". Mattada deyəndə ki, ey yorğunlar və yükləri ağır olanlar yanıma gələndə, это не rечь хорошего спикера. Bu yaxşı natiqin danışığı dediyi sözlər это слова человека, который знает, что такое боль. Amma ağrıların nə olduğunu bilən insanın sözləridir. На протяжении его жизни, если мы будем продолжать думать об этом. Həyatı boyunca bunu yaşayıb, əgər bunun üzərində düşünsək, в его жизни на самом деле было немало боли. İsa'nın həyatında ağrılar çox idi. Как физической, так и həm fiziki, моральной, həm də mənəvi, самые разные боли, эмоциональные боли. Cür ağrılar, hisslərlə, emosiyalarla bağlı ağrılar. Но это слово яда. Он знал, и он знал хорошо, он был хорошо знаком с тем, что такое боль. O yaşamışdı, o bilirdi, o yaxşı tanış idi ağrıların nə olduğu ilə. Когда мы сейчас говорили с пастором Ильшаном, пастор Ильшан тоже сказал, но на самом деле Иисус не знал, что такое боль осуждения. Biz burada indi müzakirə edərkən o fikir yenə də səsləndi ki, mühakimədən irəli gələn ağrının nə olduğunu İsa bilmirdi. Какую боль чувствует наркоман, который не может остановиться? Narkomanı düşünsək, o narkotiklərdən yaxa qurtara bilmir. Nə cür ağrını o yaşayır görəsən? Да, какая это боль, когда человек чувствует вину? Öz üzərində təqsir hissini yaşayan insan nə cür ağrını görəsən? Одно дело, когда ты проходишь через боль, и ты знаешь, что ты прав. Bir tərəfdən, məsəl üçün, haqlı olduğu bilərək ağrılardan keçirsənsə, bu bir məsələdir. Это одна боль. Bu bir cür ağrı. Когда это внешняя боль. Hardakı zahirən bu ağrı var. Но в твоем сердце ты знаешь. Amma ürəyin içində bilirsən. Я прав. Ki mən haqlıyam. И да, это больно. Və bəli, bu ağrılıdır. Но есть определенное утешение в этом. Amma bu məsələdə müəyyən bir təsəlli də var. Потому что ты знаешь,
все хорошо вертикально. Çünki bilirsən sənin şaquli münasibətində Allahdan hər şey yaxşıdır. И совсем другое, Amma tam fərqli это bir другая mənzərədir. боль. Başqa bir ağrıdır. Когда ты виноват, Nə vaxt ki sən təqsirlisən, когда ты напортачил, когда ты испортил, когда ты предал. sən nəyisə dağıtmısan, pozmusan, xəyanət etmisən, səhv eləmisən. Это другая боль, правда? Nəticədə yaşanan ağrı Da, tam fərqli o- ağrıdır. Кого предали, ему больно. Bəli, kimə ki xəyanət edilib, o da ağrı yaşayır. Но что это за боль? Боль предателя. Amma əgər mən xəyanət etmişəmsə, mənim yaşadığım ağrı Боль lжеца. və ya yalan danışmışam, nəticədə ağrı var Боль того, кто sогрешил. və ya günah işlədənin yaşadığı ağrı nə cür ağrıdır görəsən? Эта боль, она еще больнее, правда? Bu ağrı o birisindən daha ağrılıdır. Когда düzdür? я несу в себе Pardaki боль mən за то, за что я сделал. içimdə etdiyim qələtə görə yaşadığım ağrını yaşayıram. Боль, когда я не усмотрел, когда я сделал недостаточно. Nəyəsə fikir vermədim, nəyəsə yetərincə etmədim, nəticədə yaşadığım ağrı var. Или боль, когда я на самом деле причинил кому-то Və страдания. ya həqiqətən kiməsə əzab gətirmişəm hansısa bir əməlimlə ya sözümlə. Nəticədə yaşadığım ağrı var. Иисус, куда эту боль мне делать? Ay İsa, bəs mən bu ağrı ilə hara gedim? Я знаю, что ты примешь меня Bilirəm ki, məni qəbul edəcəksən. с той болью, если кто-то обидел меня. Əgər kimsə məni incidibsə ya nəticədə ağrı yaşayıramsa, bunu Ты qəbul говоришь, edəcəksən. придите ко мне, Sən deyirsən все ki, труждающиеся и обремененные. bütün yükləri ağır olanlar və yorğunlar. В послании к Коринфянам ты называешь себя утешителем Korinflərə məktubda sən özünü təsəlli verici в скорбях adlandırırsan наших. ki, bizim əzablarımızda təsəlli verənsən. Düzdür. Но что мне делать Amma bəs с другой болью? başqa yaşadığım ağrı varsa, И пророк Исаия в 4 стихе, və Yeşaya peyğəmbər 4-cü он bənddə говорит и об этом. həmin o ağrıdan danışır. Но он взял на себя наши немощи и понес наши болезни. Əslində xəstəliklərimizi o çəkdi, dərdlərimizi o üzərinə götürdü. Мы часто используем этот стих, когда говорим о физическом исцелении. Çox və biz fiziki şəfadan danışanda bu bəndi istifadə edirik. Но подумайте об этом, Amma fikirləşin bunu, подумайте об этом. düşünün. Иисус говорит, İsa deyir, я знаю, что такое боль. mən ağrının nə olduğunu Я bilirəm. знаю, что такое боль. Bilirəm Потому что bu я ağrını. сам пережил боль. Çünki mən özüm ağrını yaşamışam. А ту боль, которую я никогда не пережил из-за того, что я не согрешил, Amma günah işlətmədiyimə görə yaşanan ağrılar ki var, ее я взял на кресте. o ağrıları mən öz üzərimə çarmıqdan asılarkən götürdüm üzərimə. Ту боль, которую я никогда не мог пережить, O ağrılar ki mən həyatımda heç vaxt onu özüm yaşaya bilməzdim, я взял эту боль mən o ağrını öz üzərimə götürdüm на кресте. çarmıqda. Вот почему я сказал страдания до креста. Ona görə dedim çarmıqdan əvvəlki əzabları düşünək. Итак, первое, Иисус знает, что такое боль. Deməli birincisi İsa ağrının nə olduğunu bilir. Вторая, та боль, которая присуща только грешнику, İkincisi yalnız günahkarlara xas olan ki ağrılar var. Иисус берет ее. İsa ağrımızı Он aldı. хочет ее забрать себе. O ağrımızı öz üzərinə götürmək istəyir. Вот какой был крест. Çarmıq da bax bu cür idi. Вот что это за место, крест. Həmin o çarmıq yeri belə bir yerdir. Это место нашей боли. Bizim yaşadığımız, yaşaya biləcəyimiz ağrının yeridir. И он говорит, придите, Və İsa deyir, gəlin yanıma. придите, принесите. Gəlin və gətirin Что бы это ağrılarınızı. ни была за боль, Hər nə cür что ağrınız бы это ни olursa, была за скорбь, hər nə cür qüssəniz olursa, грешная или не грешная, чистая или нечистая, günah nəticəsindəmi, ya günah какое бы etmədiyiniz nəticədə, страдание это ни было, какая бы hansı боль это ни была, əzab və ya ağrınız просто varsa, придите ко мне. yanıma. Я тот, кто понимаю, Mən и anlayan я тот, кто şəxsəm. беру на себя. Mən ağrını üzərimə götürən şəxsəm. И только я дам успокоение, Və yalnız rahatlığı mən verə только я dам bilərəm sizə. утешение. Yalnız təsəllini Утешение mən от verə всего. bilərəm. Hər şeydən təsəllini verən mənəm. Знаете, о чем мы можем говорить? Мы поговорили о страданиях, которые
нам доставляют, мы говорим о страданиях, которые мы доставляем. Və bilirsiniz nə barədə danışa bilərik? Misal üçün bizə deməli əziyyət verilmə vəziyyətlərimiz var və ya bizim kiməsə verdiyimiz əziyyətlər var. Я слышал Eşitmişəm. Я слышал такое выражение. Belə bir ifadə eşitmişəm. Иисус не умирал за зло. İsa şərə görə ölməyib. Я бы хотел это пояснить. Я думаю, важно это Mən пояснить. düşünürəm bunu izah etmək Я vacibdir. думаю, это очень важно, Çok чтобы у нас vacib. было правильное Ki понимание. bizim düzgün anlayışımız olsun. Иисус не умирал за дьявола, İsa şeytana görə, iblisə görə ölməyib. но Иисус умер за нас. Amma o bizə görə ölüb. И послание к римлянам Və Romalara məktub говорит, ничто не отлучит нас və deyir bizi heç nə ayıra bilməz от любви Божьей. Allahın məhəbbətindən. И послание «придите ко мне» Və oradakı müraciət var, deyir относится yanıma ко gəlin. всем. Hər kəsə Ко aiddir. всем. Нет того, кому бы Herkese. это ни относилось из людей. Yəni insanlar arasında elə bir şəxs yoxdur ki, ona aid olmasın bu Нет gəlin müraciəti. нет того, за кого бы Иисус не умер. Elə bir adam yoxdur ki, İsa o adam üçün ölməsin. Живет ли этот человек во грехе? İstər bu adam günahda Живет ли yaşasın этот человек в və ya отступничестве? dönüklükdə yaşasın Во зле? və ya şərdə Или в yaşasın. чем угодно? Hətta hər В nədə чем угодно? yaşayırsa, Нет такого. yoxdur elə bir Нет adam. такого названия, нет такого принципа, нет Yeah. такого ничего, что Elə могло bir бы отделить нас. Ad və ya prinsip ki, bizi ayıra bilsin. Нет такой твари, Elə bir məxluq нет yoxdur. такого ничего, Elə bir şey yoxdur чтобы сказал, это к тебе не относится. ki, deyilsin insana dair ki, bu Это sənə aid прощение deyil. к тебе не Bu относится. əf, bu bağışlama Или sənə aid твою deyil. боль Иисус не может Və ya взять. bax, sənin yaşadığın ağrını İsa Или götürə вот bilməz. тебя Иисус, Он не Və поймет. ya Ты не səni приходи. İsa başa düşə bilməz. Нет Sən gəlmə. такого. Yox, Нет beləsi такого. yoxdur. Он belə bir понимает, səbəb Он yoxdur. знает, и Он берет на себя. İsa Что бы это ни было, через что бы вы ни Qəbul edir, o проходили. başa düşür. O çağırır və hər nə olursa bizi yük altına Просто salır. отдайте это все на O крест. deyir, gəlin yanıma və verin. Və Не bunu взвешивайте, не думайте, чем это является. Это грех, или это Hamısını зло, или это çarmıxa отступничество, или что это. və düşünməyin ki, bu verəcəyim şey nədir, hansı növdədir, Он günahdır, очень şərdirmi, простой. Он очень простой. Он говорит, dönüklüdür, просто nədir? придите ко мне İsa çox sadədir. и O deyir, просто отдайте. sadəcə Просто gəl отдайте yanıma это мне. və sənə yük verən şeyi sadəcə burax, ver mənə. И я успокою. Sənə Я rahatlıq дам verərəm. успокоение. Оно есть у меня. Sənə dinclik У меня verərəm. есть O успокоение. dinclik məndə var. Аминь. Amin. Давайте помолимся. Gəlin dua edək. Отец, спасибо Тебе. Ata, biz minnətdarıq sənə. Спасибо Тебе за то, что Ты так разрисовываешь, объясняешь нам Твоего Сына Иисуса Христа. Çox sağ ol ki, bizə öz oğlun İsa Məsihi fərqli bucaqlardan göstərirsən, onun mənzərəsini, simasını bizə açırsan. Который полон любви, полон понимания. Oğlun İsa Məsih məhəbbətlə və anlayışla dolu Который birisidir. готов принять каждого. O hər bir insanı qəbul etməyə hazırdır. Готов принять всю боль. Bütün ağrımızı Он qəbul уже etməyə. сделал это. O artıq bunu edir. Спасибо Тебе, Господь. Minnətdarıq sənə, Спасибо. ya Rəbb. Çox sağ ol. Сейчас мы, Господь, просто все отдаем Тебе. Və Rəbbimiz, hər şeyimizi biz buraxarıq sənə. Да, если кто-то из тех, кто слушает это Və послание, bu vəzə qulaq asanlar arasında никогда не призывал в свое сердце Иисуса Христа. əgər siz bu sözü eşidirsinizsə və İsa Məsihi heç vaxt ürəyinizə hələ qəbul etməmisinizsə, И если вы страдаете от боли, əgər ağrıdan əzab çəkirsinizsə, если вы верите в Иисуса Христа, но вы несете в себе боль, İsa Məsihə inanırsınız, amma içinizdə, daxilinizdə ağrı yaşayırsınızsa, скажите Отцу, deyin ataya, я верю в то, что Иисус взял всю боль. inanıram ki, İsa bütün ağrımı alıb. Я верю в то, что Он хочет ее просто взять и дать мне успокоение, утешение. İnanıram ki, İsa bunu etməyi istəyir, o istəyir mənə rahatlıq və Вот какое dinclik versin. исцеление Он хочет мне дать. Və bu cür şəfanı vermək istəyir Rəbbim mənə. Я верю в Тебя, Отец. Ata, inanıram Я sənə. верю в то, что когда я буду на небесах, İnanıram ki, göylərdə bir gün olanda Ты сотрешь слезу с моего лица. sən üzümdən göz yaşlarımı siləcəksən Ты успокоишь. və mənə rahatlıq И боли verəcəksən. больше не будет. Və ağrılar artıq olmayacaq. Я верю в это. Mən buna inanıram deyin. Я верю. İnanıram buna. Скажите это в вашем сердце. Deyin öz ürəyinizdə bu Если вы не sözləri. сказали сейчас, скажите это обязательно сегодня. Əgər bunu indi demədinizsə, lütfən bu gün mütləq bunu deyin. Нам всем нужен успокоитель, нам всем нужна помощь. Bizim hamımıza rahatlıq verən şəxs lazımdır. Нам всем нужен Иисус. Bizim hər birimizə xilaskar lazımdır. Hər birimizə İsa Məsih Да, lazımdır. Господь.
aleyhisselam. Благослови, благослови, Господь, наши мысли и сердца. Ya Rəbb, bizim ürəklərimizə və düşüncələrimizə xeyir dua ver. Во имя Иисуса Христа. İsa Məsihin adı ilə dua edir. Аминь. Amin.